Hamiləliyin 29-cu həftəsinə gəldik və videonun sonunda hamiləlikdə reflü, yəni qida borusunda artmış turşuluq ilə, yanma hissi ilə necə mübarizə aparacağıq haqqında məlumat verəcəm. Hamiləliyin 29-cu həftəsində dölümüz 1150-1300 qram arasındadır, uzunluğu da 38-39 santimdir. Dölümüzün əzələ kütləsi artır. Ona görə sırf bu dönəmdən etibarən zülal qəbuluna daha da diqqət etməlisiniz. Çünki əzələsi formalaşması üçün siz dölümüzə protein göndərməlisiniz. Aktiv hərəkət edir, ağciyər inkişafı davam edir, immun sistemi güclənir 29-cu həftədə və biz artıq rəsmi olaraq 3-cü trimestrdayıq. Uşaqlıq böyüyüb, baskısı artıb həm daxili orqanlara, həm ayaqlara, ona görə damar genişlənməsi, şişkinlik, ayaqlarda qıc olma, keymə kimi şikayətlər ola bilər. Mədə-bağırsaq sistemi tərəfindən isə mədə yanması, qida borusunda turşuluğun artması və yanması müşahidə oluna bilər. Bəs hamiləlikdə bu şikayətlərlə biz necə mübarizə aparacağıq? Həm hormonal dəyişikliklər, progesteronun artması, həm dölün baskısı bu qida borusunda olan yanma və mədədə olan turşuluğun qida borusuna belə deyək, yansımasına səbəb olur. Bunun qabağını almaq üçün ilk olaraq təbii ki, qidalanmamıza fikir verməliyik. Turş qidalar, turş meyvələr və tərəvəzlərin istifadəsini azaltmalıyıq. Pomidor, limon, apelsin, kivi kimi. Eyni zamanda qızardılmış, ağır, çox yağlı qidalardan uzaq durmalıyıq. Çünki onlar mədədə uzun müddət qalır və həzmi yavaşlataraq reflünü, yəni o yanmanı artırır. Həmçinin şirin qidalar mədədə laktik asidə dönüşür və turşu olaraq mədəni həm mədəyə, həm qida boruya problem yaradır. Qazlı içkilər, şirin içkilər zaten hamiləlikdə qadağadır və bu simptomları daha da artırır. Həyat tərzimizdə nəyə diqqət etməliyik? Birinci qidamız, son qidamız yatmadan ən azı 2-3 saat öncə olmalıdır qida qəbulu və bu qida qəbulu yüngül və maye olmayan qidalardan ibarət olmalıdır ki, ən çox bu reflü artır biz qorizontal pozisiyaya keçəndə, yəni yatanda və ondan sonra gecə boyunca əgər o turş və mayeli qida bizim qida borumuzu yandırırsa, səhər biz o xoş olmayan o yanma hissi ilə oyanırıq və bütün günü o yanma hissi davam edir. Yatanda baş ucunu biraz hündür tutmaq, yəni əlavə yastıq qoymaq da faydalıdır. Amma təbii ki, bu şikayətlər bu tövsiyələrlə keçmirsə, mütləq həkiminizə bildirməlisiniz. Hətta bəzi hallarda biz bu pasientləri gastroenteroloqa yönləndirib dərman müalicəsi başlatırıq.